Aprelin 11-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin Özbəkistana səfəri barədə məlumat verib. Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Çıxışlar zamanı aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə Yeni Dünya Nizamına doğru mövzusunda keçirilmiş beynəlxalq forumda tədbir iştirakçılarının suallarını cavablandıran dövlətimizin başçısının söylədiyi strateji əhəmiyyətli fikirlərə münasibət bildirilib. Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 22 məsələnin daxil edildiyini, ilk 6 məsələnin Milli Məclisin qərar layihələri olduğu söylənilib. O diqqətə çatdırıb ki, Prezidentin təqdimatına əsasən xanlar Rüstəmoğlu və Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılmalıdır. Əminliklə bildirmək istərdim ki, uzun müddətli hüquq təcrübəsi, elmi biliklərə malik olan Xanlar Vəliyev Milli Məhkəmə sisteminin iyerarxiyasında əhəmiyyətli yeri tutan Konstitusiya Məhkəməsi hakiminin yüksək vəzifəsini səmərəli şəkildə peşəkarlıqla icra edəcək. Hörmətli deputatlar, Xanlar Rüstəmoğlu Vəliyevin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında qərarın qəbul olunmasına səs verməyinizi xahiş edirəm. Təşəkkür edirəm. Konstitusiya Məhkəməsinin yeni təyin olmuş hakimi Xanlar Vəliyev çıxış edərək ölkə prezidentinə minnətdarlığını bildirib və sonra and içib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəflə və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublika Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələlərə müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm. Parlament sədri Sahibə Qafarova növbəti 5 məsələnin cənab prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı olduğunu deyib. Növbəti 7 məsələ 3-cü oxunuşda qanun layihələri olub. Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Sosial Sığorta haqqında əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunlarında, İqtisadi Siyasət Sənaye Sahibkarlıq Komitəsinin sədri Azər Əmrasalov isə kredit büroları haqqında qanunda, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov isə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihələri haqqında məlumat veriblər. Qanun layihələri 3-cü oxunuşda qəbul edilib. Sonra komitə sədri Arzu Nağıyev hərbi xidmət keçimi haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. Milli Məclisdə həmçinin bir sıra qanun layihələri müzakirə olunub və səs verməyə çıxarılıb. Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.